günləri ördəkli qozlu fincan pilavı hazırlayacağım. İlk olaraq ördəyimizi kərə yağında azca mühürləyirik. Ördəklərimiz artıq qızardı. İndi isə soğanımızı azca qovuracağıq. Soğanlarımız da artıq qovruldu. İndi isə üzərini ördəyə, daha sonra isə qoza əlavə edib azca da qovururuq. Üzərinə tökəcəyimiz sosunu hazırlayırıq. Bu özüm hazırladığım göyəm turşusudur. 2 xörək qaşığı əlavə edirik. Fincanın rəngi bilirsiniz ki, tünd olur. Ona görə də biraz da nar şərab əlavə edirik. Sosumuzu hazırlayıb üzərinə tökürük. Daha sonra isə üzərinə azca da su töküb qaynamağa qoyuruq. Vallahi çox super olub. Həqiqətən əllərinizə sağlıq həyatım. Çox mükəmməl olub. Sən bəyəndiysən, mən də bəyəndim. Doğrudan da qəşəngdir. Əgər kimlərsə fincan sevirsə, mütləq şəkildə reseptlə hazırlasın.